Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizin nəzərinizə mən çatdıracağım 9 illik test topludan feilin təsriflənməyən formalarının izahını elə qeydləri də üzərində vermiş olaram, sizə qeyd götürərsiniz. Gəldik, birinci testdə nə deyir? Feilin təsriflənməyən formasına aid. Deyir ki, hansı məlum növdə olan feili sifətdir? Məlum növdə olan feili sifətdir. Baxırıq, feil sifətin də özünə məxsus şəkilçiləri var. An var, ası var, acaq var, mış var, dığı var. Bunlar feil sifətin şəkilçiləridir. Başladıq. Deyir ki, sulaşdığım, sudan, sulamaq, sulaşdığım. Bu feilin qarşılıq bir gəlik növündədir. Məlum növdə deyil, biraz yaxınlaşdıraq. Vidalaşanda, vida sözün kökü, vidalaşanda bu feilin məlum növündədir. Ancaq ki, feili bağlama şəkilçisi var anda. Məktublaşan, məktubdan məktublaşan. Deməli, elə doğru variant olacaq C variantı. Məlum növdədir və an, ən feili sifətin indiki zaman məzmunudur, olduğu C variantı. Biri feilin təsriflənməyən formasındadır. Saxladan, saxlasa feilin şərt şəkilidir. Yəni feilin təsriflənən formasıdır. Apardan, aparır. Feilin təsriflənən forması xəbər şəklidir və məlum növdədir. Görməkdən görüşmək, görüşdükdə oldu nə? Feilin təsriflənməyən forması dıqda, diqdə, duqda, düqdə oldu nə? Feilin təsriflənməyən forması. Sonra 3. Feilin təsriflənməyən formasındadır. Başa düşəsidir. Ası, əsi vacib şəklindədir. Yəni təsriflənən formasıdır. Oxusa şərt şəkli feilin təsriflənən formasıdır. Gəlmişdir. Feilin təsriflənən formasıdır. Feili xəbər şəklidir. Sonra yaşayacaqdır. Yaşdan yaşayacaqdır. Feilin təsriflənən formasıdır. Bir də deyirəm ki, dinləməkdən dinləyən insan, hansı insan oldu? Feili sifətin təsriflənən forması E variantı. Nümunələrdə feilin hansı təsriflənməyən forması işlənmişdir? Yarpaqlar tərpəndikcə üzündə xəfif bir sərinlik hiss edirdi. Nə edirdi? Hiss edirdi. Kim? O. Tərpənməkdən tərpəndikcə. Dikcə, dükcə feili bağlamanın şəkilçisidir. Oldu nə? Feili bağlama oldu nə? 4-də A. 5-ə baxırıq. 5-ə. Deyir ki, nümunədə feil sifət hansı cümlə üzvü vəzifəsində işlənmişdir? Feil sifət adətən cümlədə sifəti əvəz edib təyin vəzifəsində olur, sintaktiv funksiyası kimi. Baş üzvlərdə mübtəda, xəbər, sonra tamamlıq da ola bilər, bəzən zərflik də ola bilər. Əsasən təyin vəzifəsində olur. Mən aşiqəm, mərd ola. Sevən gərək, mərd ola. Kim gərək mərd ola? Sevən feil sifəti, feil sifət ismi əvəz edib cümlədə mübtəda vəzifəsindədir. Oldu nə? 5-də Y. 6-ya baxırıq. Deyir ki, məsdər hansı nitq hissələrinin xüsusiyyətlərini nə malikdir və daha çox hansı cümlə üzvləri vəzifəsində işlənə bilər. Ümumiyyətlə, yadınızda saxlayın, bu feilin təsriflənməyən formaları var. Məsdər, feil sifət, feil bağlama. Hər üçü iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsdər isim və feilin, feil sifət və feilin, feili bağlama isə zərf və feilin xüsusiyyətini daşıyır. Hər üçü feilin xüsusiyyətini daşıyır, təsdiq və inkarda ola bilirlər, feilin qrammatik məna növləri ilə işlənə bilir, bir də tərkib yarada bilir. Və ayrı-ayrı da nitq hissələrin xüsusiyyətini də götürəndə onların özünün bəzi xüsusiyyətlərini götürür. Məsələn, məsdər hansı nitq hissələrinin xüsusiyyətlərinə malikdir? Həm olacaq feilin, həm ismin və onların xüsusiyyətini götürək. Cümlədə mübtəda və tamamlıq ola bilər. Oldu Y variantı. Məsdər cümlədə mübtəda, tamamlıq, xəbər, bəzən də təyin ola bilir. Təyin ola bilmir, bunun xüsusiyyəti deyil, təyin olmaq. Ola bilir. Nə zaman? Qoşmalarla, bənzətmə qoşmaları ilə qoşulur. Cümlədə təyin vəzifəsində ola bilir. Yadınızda qalsın. Bəzən düşə bilər, deyər ki, ümumiyyətlə nədir? Təyin ola bilmir.
bəzən istisnalar ola bilər. O istisna da ümumi qaydaya daxil deyil, ümumi qaydadan kənara çıxır. Amma ki, yenə ola bilər bənzətmə qoşmaları ilə. 7-də məstərin isimlə ortaq xüsusiyyətlərinə daxil deyil. Mənsubiyyətə görə dəyişməsi bəli, təsdiq və inkarda olması bu feilə aid xüsusiyyətidir. Xallana bilməsi, cümlədə mübtəda və tamamlıq ola bilir, bu doğrudur. Nə sualına cavab verir, hətta şəxs xəbəri şəkil sualdır, 4 variantlı şəkilçini qəbul edir. Bir də cəmlənə bilmir. Bəzən testdə sizə belə düşə bilər. Deyər ki, mənsubiyyət nə idi? Məstər özünə məxsus olmayan xüsusiyyəti qəbul edib, cəmlənir cümlədə. Məsələn, onların oxumaqları bizim xoşumuza gəldi. Özünə məxsus xüsusiyyəti deyil, əslində olmalı deyil. Olur testdə, belə şərt altında verə bilirlər. 8-ə baxaq, hansı cümlələrdə məstər işlənmişdir? Məstər bu arada şəkilçisi maq, məq, bir də mə şəkilçisidir. Yaxşılıq etmək insanlıq borcumuzdur. İnsanlıq borcumuzdur. Nə? Yaxşılıq etmək. Məstər var və mübtəda vəzifəsindədir. Mürəkkəb feilin tərkibindədir. Tərkibi feillər deyilir bura. 1. Nümunəvi uşaqlar ön cərgədə oturmuşdur. Burada məstər yoxdur. Məktub oxuyarkən gözləri dolurdu. Nə zaman? Oxuyarkən feili bağlama tərkibi var. Yaşamaq üçün yaratmalıyıq. Nə etməliyik? Yaratmalıyıq. Kim? Biz. Nə məqsədə yaratmalıyıq? Oldu nə? Məstər. 1 və 4 oldu nə? 8A. 9. Cümlələrin birində məstər işləmişdir. Həmin adam tezliklə təslim oldu. Burada yoxdur. Meydana minlərlə adam toplaşdı. Burada da yoxdur. İndi gedəcəyim yeri heç vaxt görməmişəm. Hansı yeri? Gedəcəyim yeri. Burada feili sifət var. Sonra qərib, qəmgin, ötərsiz. Deməli, Molla Vəli Vidadinin şeirinə misra verib. Burada yoxdur. Yaşamaq, yaratmaq həyatın mənasıdır. Həyatın mənasıdır. Nə? Yaratmaq, nə? Yaşamaq. Var burada məstər, mübtəda vəzifəsindədir. Cümlələrin birində feili bağlama işlənmişdir. Feili bağlamada özünün məxsus şəkilçiləri var. Anda var. Sonra arkan var, ıb var, ıncı var və s. Şəkilçiləri var ki, arkan var. Bunlar feili bağlamanın şəkilçiləridir. Evi tikiləndən sonra təmir etməlisən. Nə etməlisən? Təmir etməlisən. Nə zaman? Ev tikiləndən sonra. Bax, bəzən, elə yaxşı ki, bu test qarşıma çıxdı. Bəzən uşaqlar bunu anda, əndə ilə qarışdırırlar feili bağlamanın şəkilçisi ilə. Yadınızda saxlayın. Ümumiyyətlə, feili bağlama qoşmalarla işlənə bilmir. Qoşmalara qoşula bilmir. Bax, buradakı zaman məzmunu yaradan qoşma feili sifətə qoşulub bu. An ən feili sifətdir. Bu dan-dən də çıxışlı halın şəkilçisidir. Feili sifət üstə gəl çıxışlı, üstə gəl qoşma. Burada feili sifət var. Qadın səssiz, səmirsiz evdən çıxdı. Burada ümumiyyətlə yoxdur, feili bağlama. Mənim qardaşım ağlağan uşaqdır. Ağlağan uşaqdır. Burada feili sifət var. Sonra feili sifət yox. Feildən sifət düzəldən şəkilçi. Ağlağan uşaq. Sonra yamyaşıl zəmilər göz işlədikcə uzanırdı. Göz işlədikcə uzanırdı. Dıqca feili bağlamanın şəkilçisi. Oldu nə? D variantı. Deməli, sonra cümlələrin birində feili bağlama işlənmişdir. Mən danışandan sonra məsələ aydınlaşdı. Yenə feili sifət üstə gəl çıxışlı var, üstə gəl qoşma. O cani dildən işlədiyindən uğurlar qazanırdı. Cani dildən işlədiyi üçün uğurlar qazanırdı. Cani dildən işlədiyi üçün feili sifətin şəkilçisidir bu. Feili sifətin şəkilçisidir. Anamın arzusu məni həkim görməkdir. Məni həkim görməkdir. Nə? Anamın arzusu. İndi deyərsiniz, yaxşı bu testdə qarşıma çıxdı. Deyərsiniz ki, müəllimə, bu 3 sözü niyə bircə xəbər götürdünüz? Yadınızda saxlayın. Əgər cümləmin xəbəri məstər və feili sifətlə ifadə olunubsa, bu arada məstər və feili sifət ancaq cümlədə ismi xəbər olur. Feili bağlama ümumiyyətlə xəbər ola bilmir. Əgər cümləmin xəbəri məstər və feili sifətdirsə, cümlənin mübtədası varsa, çıxmaq şərti ilə qalan nə var hamısını tərkibə qatırsan.
Cümlənin xəbəri məsdərlə ifadə olunmuş, tərkib yaratmış ismi xəbərdir. Sonra ağladıqca kişi qeyrətsiz olur. Nə zaman ağladıqca, dıqca feili bağlamanın şəkilçisidir. Sonra hansı sıradakı sözlərin hər ikisi feili bağlamadır? Alınca, alanda, elə doğru variant. Aldan, alınca, aldan, alanda. Hər ikisi feili bağlamanın şəkilçisidir. Bu feili sifətin şəkilçisi, bu feili bağlama. Açılmış feili sifət, feili bağlama, feili sifət, sonra feili bağlama, sonra görüləcək feili sifət, görülmüş feili sifət. Hansı sıradakı sözlər feili bağlama deyil? Feili bağlama deyil. Oxuya oxuya, görə görə, oxuya oxuya, gördən görə, ümumiyyətlə A şəkilçisi feili bağlamanın şəkilçisidir. Gülə gülə, qaça qaça feili bağlamadır. Üzə üzə, bilə bilə, həmçinin baxa baxa, deyə deyə, zərdən zərrə olmadığını, zərrə zərrə, xırda xırda, bu oldu, feili bağlama olmadı. Sonra digərinə bax. Sonra feili bağlama olan cümləni müəyyənləşdirin. Əvvəl-axır mən arzuma çatacağam. Burada yoxdur feili bağlama. Bulağın suyu dərəyə asta-asta tökülürdü. Asta-asta nə tərzdə? Bu feili zərfdir. Mürəkkəb tərz hərəkət zərfdir. Nə tərzdə tökülürdü? Müəllim mövzunu dönə-dönə izah edirdi. Dönə-dönə həm zərfi ola bilir, həm də feili bağlama ola bilir. Onu necə ayıra bilərsiniz? Müəllim dəfələrlə sözü ilə əvəzləşdirəndə feili bağlama olur, feili zərfi olur dəfələrlə, miqdar zərfi. Yox, əgər iki iş icra olunursa, məsələn, bir də erkən şəkilçisi ilə əvəzlənirsə, onda olur feili bağlama. Hal-hazırda burada zərfdir. Ana xısın-xısın ağlayır. Nə tərzdə? Bu mürəkkəb zərfdir. Mən işləyə-işləyə təhsil almışam. Nə etmişəm? Təhsil almışam. Kim mən? İşləyə-işləyə. Burada feili bağlamadır. Niyə? Həm işləyir, həm də təhsil alır. İki iş bircə icra olunur. Mən işləyərək təhsil almışam. Erkən-erkəndən də əvəzləşdirmək olur. Feili bağlama olan cümləni müəyyənləşdirin. Ehtiyatlı igidin anası ağlamaz. Burada feili bağlamaya heç bir şəkilçisi yoxdur. Oxuyan heç zaman peşman olmur. Peşman olmur. Kim oxuyan? Feili sifət var. İsm əvəzi cümlədə mübtədadır. Gözəllik 14-9-u dondur. Burada ümumiyyətlə yoxdur. Külək əsər-əsməz, çiçəklərin ətri ətrafa yayıldı. Nə tərzdə? Əsər, əsməz, armaz feili bağlamanın şəkilçisidir. Nümunədə altından xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Dama-dama göl olar, axa-axa sel olar. Deməli, damdan dama-dama göl olar, axaraq, dama-dama, damaraq göl olar, axaraq sel olar. Ara qərəkinin əvəzləşdiyi feili bağlamadır. Nümunədə altından xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Baxırıq, deyir ki, sarala-sarala payız girər, qızara-qızara yaz. Saralaraq payız gələr, qızararaq yaz. Deməli oldu nə? Feili bağlama. Altından xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Şeir parçası verib, baxaq görək. Deyir, qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qapı bacanı döyəndə, qurd keçinin şəngülüsünü yeyəndə, mən qayıdıb bir də uşaq olaydım, bir gül açıb ondan sonra solaydım. Məhəmməd Hüseyin Şəhriyarın Heydər Babaya Salam şeirindən verilmiş parçadır. Döyəndə, yeyəndə, bu olacaq əlbəttə ki, feili bağlama olacaq da. Nitq hissəsinin baxımından nədir soruşanda feili bağlama. Çünki anda, əndə, hətta burada da var. Oldu nə? Feili bağlama. Altından xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Alçaq yerdə duman qalxar, dağı dolana-dolana, göy üzünü bulud alar, mahı dolana-dolana. Qurbani. Deməli,
Dağı dolana dolana, dolanaraq. Göy üzünü bulud alar, mahı dolanaraq. Oldu nə ilə feili bağlama 19-da B variantı. 20. Malı amonim şəkilci kimi aşağıdakılardan hansılarının yaranmasında iştirak edir? Ümumiyyətlə, sözlərin amonimli olduğu kimi şəkilçilərin də həm amonimliyi var, həm də sinonimliyi. Malı həm vacib şəkildir, həm də feili sifətin şəkilçisidir. Feilin vacib şəkli bir də olacaq, feili sifətin şəkilçisi də 20-də C. 20-nin təkrarı. Ası amonim şəkilçisi kimi aşağıdakılardan hansılarının yaranmasında iştirak edir? Feilin lazım şəkli bir də olacaq feili sifət 21-də A. 22. Nümunədə işlənmiş məsdər hansı cümlə üzvüdür? Oxumaq asandır, anlamaq çətindir. Burada hətta xəbərin ixtisarı var. Xəbərin ixtisarı, şəxs zonluğun ixtisarı. Çətindir, nə anlamaq, asandır, nə oxumaq. İsmə vəziyyə cümlədə mübtəda vəzifəsindədir. Hansı cümlədə feili sifət işlənmişdir? Feili sifət işlənmişdir. Hər il mart ayında soyqırım qurbanları anılır. Yoxdur feili sifət burada. Sonra bayaq şeir söyləyəndə xüsusi istedad var idi. Bayaq şeir söyləyəndə kimdə? Bayaq şeir söyləyəndə xüsusi istedad var idi. Oldu B. Vaqif məktəbə çatar-çatmaz zəng çalındı cümləsində altından xətt çəkilmiş söz nitq hissəsi baxımından nədir? Vaqif zəng çalındı. Nə zaman? Vaqif məktəbə çatar-çatmaz. Oldu nə? Feili bağlama. 24-də D. 25-ə baxırıq. 25-ə. Nə deyir? Deyir ki, təsriflənməyən feillərin işlənmə ardıcılığı müəyyəndir. Feili sifət, feili bağlama, məsdər. Gəldik, baxaq. Bir-bir. Deyir ki, əcnəbi turistlər Şəkidə görməli yerləri gəzirdilər. Gəzirdilər. Kim? Turistlər. Hansı turistlər? Əcnəbi. Şəkidə görməli yerləri. Hansı yerləri? Şəkidə görməli. Yerləri haranı? Deməli, bu oldu məsdər. Sonra məsdəri mən nəmlə çox şeytanım. Feili sifət deyim, niyə məsdər götürürəm ki? Sonra gəldik. Baxdıqca dağlara, dərələrə mən qəribə fikirlər başıma gəlir. Nə zaman? Baxdıqca feili bağlama. Sonra nə gözəl yaraşır insana gülmək. Nə? Gülmək. Bu da oldu məsdər. 1, 2 və 3. 25-də A. Təsriflənməyən feillərin işlənmə ardıcılığı müəyyən edin. Sən olan dünyaya qurban olaram. Nə edərəm? Qurban olaram. Kim? Mən. Hansı dünyaya? Sən olan. Feili sifət. Sonra bəzi insanların eybi danışdıqca üzə çıxır. Üzə çıxır nə zaman? Bəzi insanların eybi danışdıqca. Üzə çıxır. Nə eybi? Daha doğrusu. Nə zaman? Danışdıqca. Bu da feili bağlama. Sən bütün dünyaya deyərsən inan, dünya yaşamağa dəyər nə yaxşı. Nəyə? Dünya yaşamağa. Yaşamağa. Məsdər. Oldu nə? Bu da bura. 1, 2, 3. 1, 2, 3 D variantı. 27. Deyir ki, yenə ardıcıllığı deyir. Zalımlar olan qəsrə gör neyləyəcək dövran. Hansı qəsrə? Zalımlar olan feili sifət. Qaranqu axşam olanda qayğılı çoban. Nə zaman? Feili bağlama. Yaşamaq yanmaqdır, yanasan gərək. Nədir? Yanmaqdır, nə yaşamaq? Maq, məsdər. Bu da oldu nə? 1, 2, 3. B variantı. Yenə ardıcıllıq soruşur. Hər mərəz çarəsini eyləmək asandır, təbib. Mərəzi eşqə nə tədbir, nə fərmanın var. Deməli, eyləmək, məsdər. Məsdər. Qadir Tanrı verməyincə ər baymaz. Nə zaman? Qadir Tanrı verməyincə feili bağlama.
Hanı məni gül qoynunda doğuran hansı? Oldu nə? Fe'li sifət. 1, 2, 3. 1, 2, 3 Y variantı. Hava get-gedə saflaşırdı. Cümləsində fe'lin morfoloji xüsusiyyətləri ilə bağlı səhv fikri göstər. Get-gedə saflaşırdı. Nə hava, get-gedə, nə tərzdə. Fe'lin morfoloji xüsusiyyətləri ilə bağlı. Qarşılıq bilgəlik növdədir. Fe'lin safdan saflaşmaq, ırdı, məlum növdədir. Oldu nə? A variantı. Hansı nümunədə ıb fe'li bağlama şəkilçisi deyil. Bu arada ıb da amonim şəkilçisidir. Yerinə görə olur keçmiş zaman şəkilçisi, yerinə görə də olur fe'li bağlama. Bunları bir-birindən nə zaman ayırmaq olar? Anda ilə əvəzləşəndə olur fe'li bağlama. Xəbərin üstündədirsə, yəni xəbər şəklindədirsə, olur, cümlənin xəbəridirsə, bu olur fe'lin təsriflənən formasıdır. Yəni, çünki fe'li bağlama cümlənin xəbəri ola bilmir. Uşaq susur, ətrafa baxdı. Uşaq susaraq fe'li bağlamadır. Oxuyub başa düşdü. Oxuyanda başa düşdü və yaxud oxuyaraq başa düşdü fe'li bağlamadır. Zəng vurulub, dərs başlayıb. Vurulub, başlayıb, nə edib? Nə edib? Oldu nə? Bu fe'lin təsriflənən forması, yəni fe'lin xəbər şəkli. Oldu nə? C. Hansı nümunədə ıb fe'li bağlama şəkilçisidir? Dediklərimizi gətirib, heç burada vaxt aparmağa dəyməz, çünki bu xəbər şəklidir. Uşaq ayılıb, ağlamağa başladı. Uşaq ayılaraq, B variantı. Fe'li sifət şəkilçilərindən ibarət cərgəni göstər. Fe'li sifət. Elə mış, malı, ası, an. Fe'li sifət işlənmiş cərgəni müəyyən edin. Qızıl söz, bu birinci növ təyini söz birləşməsidir, yəni ismi birləşmədir. Bu arada fe'li sifət də ismi birləşmənin aslı tərəfi olur və birinci növ təyini söz birləşməsi ola bilər. Təmiz paltar, bu da yenə ismi birləşmədir. Sonra əkilməli ağac, hansı ağac? Bir bu. Aldıqları cavab, hansı cavab? Görülən ulduz hansı? Bu oldu birinci növ təyini söz birləşməsi və birinci növ təyini söz birləşməsinin aslı tərəfini təşkil edir. Yəni tabe tərəfini fe'li sifət. 33-də C. 34-də baxırıq. Məstər işlənmiş cümləni müəyyən edin. Dadaş qardaşına kömək etdi. Bəzən uşaqlar elə bilir ki, bu məstərin şəkilçisi, sözün kökü ködür. Bu kömək sözün özüdür. Kömək etdi, bu tərkibi fe'ldir. Əmək insanı ucaldır. Nə? Əmək, bu da sözün tərkibidir, sadə sözdür. Demək, evi tapmadınız. Deməli, demək evi tapmadınız. Məstər işlənmiş. Demək bu şeydir. Köməkçilik hissəsi. Modal söz. Yemək dostundan uzaq ol. Nə et? Uzaq ol. Yedən bu da yemək fe'ldən isim yaradan şəkilçidir. Bu arada leksik məstər şəkilçisi olanda ümumiyyətlə fe'lin təsriflənməyən formaların şəkilçisi, qrammatik şəkilçidir. Buradakı magmək isə fe'ldən isim yaradan şəkilçidir. Yəni leksik şəkilçi də ola bilir. Uşaq yazmağı yenicə öyrənmişdi. Burada yazmağı. Elə Y var. 35-ə baxırıq. Atam təhsil almağı çox yüksək qiymətləndirirdi. Cümləsində məstər ismin hansı halındadır? Atam təhsil almağı çox qiymətləndirirdi. Deməli, məstər budur. Almaqdan almağı. Oldu nə? Təsiri halda Y variantı. Yenə idi D variantı. Sonra gəldi. Fe'lin təsriflənməyən formalarına aid nümunələr verilmiş cərgəni müəyyən edin. Təsrif bax, təsrifləndədir. Fe'lin əmr şərfi kişildədir. Sevmək, yazılasıyam. Fe'lin lazım şəkil təsriflənən formasındadır. Sonra oxumaq məstərdədir. Yazılanda fe'li bağlamadır. Yazılan fe'li sifətdir. Alınmaq məstərdir. Yəni fe'lin təsriflənməyən formasındadır. C. 37. Yatmışları kimsə oyatmasın cümləsindəki fe'li sifət hansı cümlə üzvüdür? Oyatmasın. Kim, kimsə, kimləri, yatmışları. İsmi əvəzləyib cümlədə tamamlıq vəzifəsindədir. 37-də B. 38-ə baxırıq. Deyir ki, hansı cümlədə birləşmənin tərkibindəki fe'li bağlama hərəkətin icra tərzini bildirmir.
Ümumiyyətlə feili bağlama zərfin xüsusiyyətini götürür cümlədə, ancaq zərfli olur. Və zərfin məna növlərini qəbul edir, özündən də əlavə səbəb, nəticə, səbəb nəticəsi də olur. Bir də zərfin yer və məqsədini götürə bilmir. Yerini götürə bilmir, bir də miqdarını. Sonra gəldi, feili bağlama hərəkətin icra tərzini bildirmir. İcra tərzini bildirmir. Telli isə ona fikir vermədən pək maraqlı bir hekayə oxuyur. Fikir vermədən nə tərzdə? Bu tərzini bildirir. Gücsüzlük bir heçik, sən də, mən də tək. Vətənə güvənib, olduq vətəndaş. Nə tərzdə? Vətənə güvənib. Bu torpaqda dərindən kök salaraq hər tərəfə uzatmışam qolumu. Nə tərzdə? Feili bağlama. Baxaq görək. Üzün şəfəqlənir, mən ah çəkincə. Çünki od qızarır, rüzgarəsincə. Nə zaman? Çəkincə, nə zaman?Əsincə. Burada artıq işin zamanını bildirir. Oldu D variantı. Feili bağlamaya aid fikirlərdən biri səhvdir. Bəzən cümlənin mübtədası və tamamlığı olur 39-da səhv olan A variantı. Ancaq zərfli ola bilir. 40. İndiki zaman mənalı feili sifət hansı sıradadır? İşlənmişdir. İndiki zaman məzmunlu şəkilçi an 2 variantlı şəkilçidir. Güləyən oğlan deyinən qarı. Bu güldən, güləyən, dedən, deyinmək, deyinən qarı. Deməli, bəzən uşaqlar bu ağan əyən şəkilçisi ilə, an ən şəkilçisini yeri gəlmişkən qeyd edeyim. Çaşıb qarışdırırlar. Əgər bu feildirsə, işin hərəkətini bildirəcək, insanın hərəkətini. Yox, feildən sifət düzəldən şəkilçidirsə, onun əlamətini bildirəcək. Məsələn, güləyən uşaq bu bunun əlamətidir. Deməli, bu feildən sifət düzəldir. Sonra əzbərlənmiş şeirlər, bu keçmiş zaman məzmunudur. Açılan sir, bir də gizlədilən məktub, hansı məktub oldu ilə C variantı. Sonra hansı cümlədə ıb feili bağlama şəkilçisi deyil. Rövşən məktubu çıxarıb Zara göstərdi. Çıxararaq feili bağlamadır. Bu əşyalar çox köhnəlib atılmalıdır. Bu burada keçmiş zamandır. Oldu nə? Feilin təsriflənən forması 41-də. 42. Hansı cümlədə ıb feili bağlama şəkilçisi deyil. O kürsüyə yaxınlaşıb sözə başlayır. Yaxınlaşaraq feili bağlamadır. O evə bizdən biraz əvvəl gəlib və yatdı. Feilin xəbər şəkli, feilin təsriflənən formasıdır. Hansı cümlədə feili sifətlə ifadə olunmuş xəbər var? O yaman deyingəndir, necədir, deyingəndir. Bu deməkdən, deyinmək, deyingəndir. Bu feildən sifət yaradan şəkilçidir. Leksik şəkilçidir daha doğrusu. Mən bunu niyə qrammatik şəkilçi götürdüm ki? Burada dırdır, qrammatik şəkilçi. Ehtiyatlı ol, yol olduqca sürüşkəndir. Sürməkdən, sürüşmək, sürüşkəndir. Bu da feildən sifət yaradan şəkilçidir. Bu uşaq çox ağlağandır, necədir? Ağlağandır, onun əlamətini bildirir. Bundan ehtiyatlı ol, yazandır, kimdir və necədir, yazandır, ismi xəbər vəzifəsindədir, oldu D variantıdır. Sonra verilmiş xüsusiyyətlərə uyğun cavabı müəyyən edir. Tərkib əmələ gətirir, yalnız bir cümlə üzü yerində çıxış edir, hərəkəti müxtəlif cəhətlərdən izah edir. Əlbəttə ki, nə olacaq bu? Bir dənə cümlə üzvü olur, feili bağlama. Sonra verilmiş xüsusiyyətlər variantlarda hansına aiddir? Tərkib əmələ gətirir, isimləşərək müxtəlif cümlə üzvləri yerində çıxış edir. İndiki, keçmiş, gələcək məzmunu ifadə edir. Bəli, şəkilçilər. Bu da oldu feili sifət. 46. Cümlənin tərkibində fərqləndirilmiş sözlərin hamısına aid fikirdir. Övladına susmağı öyrət, gör, danışmağı necə də tez öyrənir. Hərəkət bildirir, bəli, feilli hərəkət bildirir, bu doğrudur. Müxtəlif şəxslərə aid bu səhv fikirdir.
Qrammatik mənası var. Qrammatik mənası var. Qrammatik mənası, bəli, nitq hissəsidir. Feil, 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 feil. Bu da doğrudur. Şəxsə görə dəyişib. Şəxsə görə dəyişib. Ancaq feilin təsriflənən formaları şəxsə və kəmiyyətə görə dəyişə bilər. Feilin təsriflənməyən formaları şəxsə və kəmiyyətə görə dəyişə bilmirsə fikirdir. Sonra ismin də qrammatik xüsusiyyətlərini qəbul edib, ismin qrammatik xüsusiyyətlərini bu qəbul edib, bir də bu qəbul edib. Çünki övladına susmağı təsir yanlış şəkilçisidir. Gör danışmağı şəkilçilərin qəbul edib, hal şəkilçilərini. Ancaq ismin də qrammatik xüsusiyyətlərini qəbul edib. Bunlar isə öyrənir. Bu feilin qrammatik xüsusiyyətlərini qəbul etməyib, çünki təsriflənən feildirlər. Quruluşca sadədir, bəli, hamısı sadədir. Oldu nə? Quruluşca sadədir. Baxın, görün. Susmağı, öyrətmək, danışmaq, bu doğrudur. Oldu nə? 1, 3, 6. Nümunədə tünd qara hərflə yazılmış sözlərin hər ikisi əsasında müəyyən edin. Kin üst-üstə yığılmış qəzəblərdən yaranır. Yaranır nə? Kin necə üst-üstə yığılmış qəzəblərdən nədən? Doğrudan doğrunu, yanlışdan yanlışı götürməliyik. Söz birləşməsinin tərkib hissəsidir. Tünd qara hərflər. Bu söz birləşməsidir. Bu isə xeyr. Bunu götürmürük. Quruluşca düzəltmədir. Quruluşca düzəltmədir. Üst-üstə yığılmış. Baxın, görüm. Yığdan, yığılmaq, yığılmış. Yaranır. Bu isə sadədir. Götürmürük. Kökü feildir. Bir baxaq görək. Yığmaqdan yaramaq. Bu doğrudur. Sonra iki nitq hissəsinin qrammatik xüsusiyyətlərinə malikdir. İki nitq hissəsinin bu yığılmış feili sifətdir. İki nitq hissəsinin xüsusiyyətini daşıya bilir. Feil və sifətin. İki nitq hissəsinin qrammatik xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlərinə burada görmürəm onu. Məsələn, tutalım. Qrammatik xüsusiyyətlərinə buna şamil deyil, yaranır. Bu qayda bu dördüncüyə aiddir. Bax, bu isə yığılmış. Bu feilə aiddir. Bu birisi qara hərflə verilmişə aiddir. Ona görə səhv fikirdə bir də budur. Sonra gəldik. İnkar şəkilçisi qəbul edə bilir. İnkar şəkilçisi qəbul edə bilir. Yığılmamış, yaranır, məsələn, yaramır. Bu da hər ikisinə uyğundur. Oldu nə? 3 və 4. 48. Yaxşılıq etməyə gücün çatmasa, heç olmasa pislik etmə. Cümləsinin ilk feili ilə bağlı doğru fikirləri müəyyənləşdir. İlk feili nə olacaq? Yaxşılıq etmək. İlk feili ilə bağlı fikirləri göstərin. Gəldik. Deyir ki, söz birləşməsinin əsas tərəfidir. Yox, yaxşılıq etməyə, nəyə? Ümumiyyətlə, yaxşılıq etmək, et, bil, qıl, ol, söz əgər bunlar varsa cümlədə, mürəkkəb feil yaradırlar bunlar. Tərkibi feil yaradırlar, tərkib yaratmır. Məsələn, yaxşılıq etmək bir dənə sözdür. Tərkibi mürəkkəb feildir, səhvdir. Sonra, şərt şəklindədir. Xeyr, şərt şəklində mən görmədim. Sonra, məsdərdir, bəli, etmək doğrudur. Nə etməyə sualına cavab verir? Xeyr. Nəyə gücün çatmırsa, nəyə sualına verir cümlənin tamamlığıdır. Yönlük hal şəkilçisi qəbul edib, bəli. Şəxsə görə dəyişməyək, bəli. Ümumiyyətlə, feilin təsriflənməyən formaları şəxsə görə dəyişmir. Oldu D variantı. 49. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Tədbiri təşkil edənlər zalda qalib idmançıları görüb sevindilər. Deməli, üzərində rəqəm yazılmış sözlər. Bir budur, feili sifət, bir də görüb, feili bağlama. İsmin sualına cavab verir. Kim zalda qalib idmançıları görüb sevindilər? Kimlər?
Tədbiri təşkil edənlər. Feili sifətdir. İsmi əvəz edib cümlədə mübtəda vəzifəsindədir. 1-ə getdi A. Hərəkətin səbəbini bildirir. Nə səbəbə, niyə sevindilər? Oldu feili bağlama. Niyə? Bu da C-də atdıq bura. İsimləşib. Ona görə də feilin xüsusiyyətini daşımır. Səhv fikirdir. Keçmiş zamandadır. Xeyr. Ən feili sifətin indiki zamanını bildirir. Oldu nə? 1-ə A, 2-yə B, C. B variant. 50. Hansı feillərin inkarı həm ma, inkar şəkilsi həm də deyil sözü ilə işlənir? Yadınızda saxlayın. Feilin vacib şəkili, feilin lazım şəklini birbaşa silirik. Feilin lazım şəklini. Lazım şəklini sildik. 2-ni avtomatik çıxdı. Feilin vacib şəkli, malıməli, sonra feilin məsdəri, məsdər, feili sifət, bir də öyrəndiyim feili sifət yenə. Oldu nə? 3, 4, 5, 6 A variantı. 51. Hansı cümlələrdə işlənmiş təsriflənməyən feillərlə bağlı cədvəldəki uyğun fikirlər. Birinci cümlə ilə bağlı doğru fikir, ikinci cümlə ilə bağlı yanlış fikir. Ayağa qalxanda Aslan müəllimin yanımda durduğunu gördüm. Sonra Aslan müəllim qımıldamadan qəddi qırılmış Yasəmən ağacına baxdı. Deməli, baxırıq, birinci cümlə ilə bağlı doğru fikir. Baxırıq, deyir ki, feili bağlama zaman məzmunu bildirib. Ayağa qalxanda Aslan müəllimin yanında durduğunu gördüm. Nə etdim? Gördüm, kim, mən, nə zaman? Ayağa qalxanda. Feili bağlama burada tərkib yaradım. Məndən də doğrunu demir, biri götürdük. Nə zaman? Sonra feili sifət tərkib əmələ gətirib. Feili sifət 51-də feili sifət tərkib əmələ gətirib. Aslan müəllimin yanımda durduğunu, nəyi? Aslan müəllimin yanında durduğunu gördüm. Aslan müəllim qımıldamadan qəddi qırılmış Yasəmən ağacına baxırdı. Baxırdı. Kim? Aslan müəllim. Hansı Yasəmən ağacına baxırdı? Qımıldamadan, qəddi qırılmış. Nə tərzdə? Qımıldamadan. Qəddi qırılmış. Bu, feili sifət tərkib hər ikisindədir. Bu təkcə birinə uyğun getmir. Bu hər ikisinə uyğun düzgün fikirdir. Ona görə də bunu götürmürəm. İkinci cümlə ilə bağlı yanlış fikir. Feili bağlama tərz məzmunu bildirir. Feili bağlama nə qımıldamadan, nə tərzdə. Bu doğrudur. Sonra baxaq görək. Feili sifət indiki zaman məzmunudur. Xeyr, keçmiş zaman məzmunudur. Mış 4 variantı. 1-4 C variantı. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Böyük ağla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. Doğrudan doğrunu, yanlışdan yanlışı. Baxırıq. Həm indiki, həm də keçmiş zaman məzmunlu feili sifət işlənmişdir. Böyük ağla doldurulmuş keçmiş zaman, quzular uzaqdan gələn indiki zaman. Bəli. Feili sifətlərdən biri məlum, digəri məchul növdədir. Doldan, doldurmaq, doldurulmuş kimsə tərəfindən. Gələn də indiki zamandır. İndiki zaman məzmunlu feili sifətdir və məlum növdədir. Bir də bu. Təsriflənməyən feillərin hamısı quruluşca sadədir. Bu düzəltmədir, bu sadədir. Yanlış. Təsriflənməyən feillərdən heç biri tərkib əmələ gətirməmişdir. Bir baxaq görək. Böyük ağla yığılmış quzular uzaqdan gələn sürünü görüb mələşirdi. Mələşirdi. Nə quzular? Hansı quzular? Böyük ağla yığılmış. Uzaqdan gələn hansı? Hər ikisi tərkib yaradıb. Səhvində biri bu. 1, 2, 4. Feili bağlama əsas feildəki hərəkətin səbəbini bildirir. Bəli, deyə. Görüb, feili bağlama. Sürünü görüb mələşirdi. Nə oldu deyə tərkib yaratdı. Sonra gəldi verilmiş cümlələrlə bağlı cədvəldəki doğru fikri.
Cümlələrdəki məstərə aid fikir, cümlələrdəki feili bağlamaya aid doğru fikir. Məstər və feili bağlamaya aid. Baxdıq. Gəldik. Deyir ki, mən onu o qədər sevirdim ki, saatlarla qoruqda dayanıb otlamasına tamaşa edirdim. Deməli, sevirdim. Qoruqda dayanıb feili bağlama. Mən onunla ayaqlaşmağa çətinlik çəkirdimsə də dinləməyib ardınca qaçırdım. Dinləməyib. Məstər. Deməli, baxıram. Cümlədə məstərlə bağlı doğru fikir. Hər iki cümlədə ismi yönlük halında olan məstər işlənmişdir. Hər iki cümlədəki məstərlə aid. Hər iki cümlədə ismi yönlük halında olan məstər işlənmişdir. Otlaması, otladan, otlamasına var burada. Məstərə qoşulmuş yönlük hal şəkilçisi, o birisinə baxaq görək. Ayaqlaşmağa, bəli, bu doğrudur. Sonra cümlələrdəki məstərlər mənsubiyyət şəkilçisi də qəbul etmişdir. Onların otlaması. Burada mənsubiyyət var, amma burada yoxdur. Sadəcə hal şəkilçisi var. Cümlələrdəki feili bağlamalara aid doğru fikir. Həm birinci, həm də ikinci cümlədə feili bağlamalar tərz məzmunu bildirir. Bir baxaq görək. Mən onu o qədər sevirdim ki, saatlarla qoruqda dayanıb otlamasına tamaşa edirdim. Nə tərzdə otlamasına tamaşa edirdim? Bu birisinə baxaq görək. Mən onunla ayaqlaşmağa çətinlik çəkirdimsə də dinləməyib ardınca qaçırdım. Nə tərzdə ardınca qaçırdım, dinləməyib. Bir də bu. 1 və 3. 54. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, cümlələrdən yalnız birinə aid fikir, cümlələrdən yalnız ikisinə aid fikir, cümlələrin heç birinə aid olmayan fikirdir. Baxdıq, deyir ki, səhərin ala toranlığında qoruqlarda otlayan qoyun sürüləri və çobanların qaldadıqları ocaqları alovu görünürdü. Görünürdü nə? Ocaqların alovları, çobanların qaladıqları hansı? Feili sifət var. Burada təyin vəzifəsindədir. Sonra Alxan dayı pambığın və yaz əkinlərinin yaxşı bitməsindən, kənddə tikilən elektrik stansiyalarından danışırdı. Deməli, burada məstər var, burada isə feili sifət var, feili bağlama yoxdur. Qoyun quzu ilə ayaqlaşmaq üçün maşın əl vermirdi. Çünki qoyunları yaylağa otara aparırdılar. Nə tərzdə aparırdılar? Otara. Burada deməli feili bağlama bu cümləyə aiddir, tərz bildirir. Sonra keçmiş zaman məzmunlu feili sifət var. Keçmiş zaman məzmunlu feili sifət. Keçmiş zaman məzmunlu feili sifət. Qaladıqlarını, ocaqları, axan əkilmiş, yaxşı bitməsini kənddə tikir. Keçmiş zaman məzmunlu feili sifətdir. Burada indiki zaman məzmunlu feili sifət var. Sonra baxaq görək. Tərəfə cümlələrdən yalnız ikisinə aid fikir. İndiki zaman məzmunlu feili sifət var. İndiki zaman otlayan, indiki zaman məzmunlu feili sifət var. Bir də burada var. Bu bir cümlədə baxım görüm var. Yoxdur. Bunu da götürürük buradan. Sonra mənsubiyyət və hal şəkilçisi qəbul etmiş məstər var. Mənsubiyyət və məstər axtaraq. Məstər burada var. Mənsubiyyət və hal şəkilçisi var. Bu birisinə baxaq görək. Digərində ayaqlaşmaq. Burada isə nə mənsubiyyət şəkilçisi yoxdur. Bunu götürmürük, birinə aiddir. Məhcul növdə olan feili sifət var. Məhcul növdə olan otlayan, otlamaqdan otlayan bu məlum növdədir. Çobanların qaldıqları bu da məlum növdədir.
qaldıqları baxaq görək bu tərəfdə kənddə tikilən elektrik stansiyasından danışırdı. Tikilən burada məhsul növdədir. Bu üçüncü cümlədə isə fe'li sifət yoxdur. Oldu nə? 5-i də götürmürük. 6-ya baxaq. Qayıdış növdə olan təsriflənməyən fe'l işlənmişdir. Cümlənin heç birinə aid olmayan fikir. Deməli, qayıdış növdə olan təsriflənməyən fe'l. Bu təsriflənməyən fe'li sifət məlum növdədir. Bu da məlum növdədir. Bitməsindən məlum növdədir. Bu məhsul növdədir. Məlum növdədir. Otara aparılıb məlum növdədir. Bu da heç birinə aid olmadı. Vaxt aparan testdə 1, 2, 3 və 6 D variantı. 55-də cədvələ əsasən uyğun fikirləri müəyyən edir. İndiki zaman məzmunlu fe'li sifət işlənmişdir. Keçmiş zaman məzmunlu fe'li sifət işlənmişdir. Bunun üçün də şəkilçiləri əzbər bilmək mütləq vacibdir. Gəldik, deyir ki, otların və çiçəklərin arasından keçən insiz cığırla dağın başına çıxırdıq. Deməli, otların və çiçəklərin arasında keçən indiki zaman məzmunludur. Alaçığın yanında yatmış dəvələr ahəstə-ahəstə gövşəyirdilər. Yatmış keçmiş zaman məzmunlu götürək. Qoyunları tapa bilmədiyimiz üçün keyfi yox idi. Keçmiş zaman məzmunludur. Onun dırnaqlarının altından qopan daşlar dərəni gürültü ilə doldururdu. Onun dırnaqlarının altından qopan indiki zaman məzmunlu. Biz nə qədər baxdıqsa vurulmuş keçini görə bilmədik. Vurulmuş keçmiş zaman məzmunu. Oldu nə? 1 və 5. 56-da deyir ki, tünd qara hərflə verilmiş feillərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edir. Otağın pəncərəsi açıldığı vaxt içəri sərin hava doldu. Gün qalxdıqca gecə şaxtadan donan yolların qarı əriyirdi. Açıldığı fe'li sifət, qalxdıqca fe'li bağlama. Tünd qara hərflərlə bağlı uyğun fikir. Doğrudan doğrunu, yanlışdan yanlışı götürmək lazımdır. Baxdıq. Keçmiş zaman məzmunlu fe'li sifətdir. Bəli. Dığı üstəgəl mənsubiyyət. Fe'ldən düzəlmişdir. Birinci, bunlar qrammatik şəkilçilərdir. Düzələ bilməz. Yox, fe'ldən düzəlmişdir. Açmaqdan açılmaq. Ümumi təhlilini deyir. Bildim, təhcini şəkilçini deyir. Bunu da götürürük. Sonra gəldik, içə baxırıq. Quruluşca düzəltmədir. Xeyr. Bax, bu quruluşca sadədir. Qalxmaqdan qalxdıqca fe'li bağlamadır. Səhvdir bu. Yanlışdan baxaq görək. Məhsul növdədir. 4-də 1. Otağın pəncərəsinin açıldığını, kimsə tərəfindən açıldığını, vaxt içəri sərin hava doldu. Açıldığı vaxt kimsə tərəfindən icra olunur. Bu məhsul növdədir. Bu doğrudur. Fe'lin və zərfin xüsusiyyətlərini daşıyır. Fe'lin və sifətin xüsusiyyətini daşıyır. Çünki fe'li sifətdir. Oldu nə? 1, 2, 5. Təsriflənməyən fe'ldir. Bu da doğrudur. Oldu nə? 1, 2 və 5. 57. Uyğunluğu müəyyən edir. Fe'li bağlama hərəkətin tərzini bildirir. Fe'li bağlama hərəkətin səbəbini bildirir. Deməli, o mücrünü götürüb onun qabağında açdı. Deməli, nə tərzdə açdı? Mücrünü götürərək. Bu tərz bildirir. Sonra uşaq qaça-qaça anasına yaxınlaşdı. Nə tərzdə? Tərz bildirir, qaça-qaça. Kim uşaq? Gördüyündən təəssüflənərək başını yellədi. Nə etdi? Başını yellədi. Kim o? Nə səbəbə başını yellədi? Gördüyündən. Bu da səbəbini bildirdi. Sonra müəllim danışanda qulaq asmaq lazımdır. Nə zaman? Müəllim danışanda. Bu zaman bildirir. Andəndə. Utanıb başını aşağı saldı. Nə səbəbə? Utanaraq. Oldu bura.
1'ə A, B, 2'ə C, sonuncudur izahım. Baxım görüm, ola bilər nəsə izah əsnasında unudaram. Ola bilər izah əsnasında nəsə mexaniki səhv falan ola bilər. R bölməsində yazarsınız, məndə düzəliş etmiş olur. Belə. Allahın amanında olun, sağ olun, salamat qalın.